bütün bəd əməllərdə Rusiya izi var. Yəni o Rus evini açmaq istəyənlər üçün deyirəm, Azərbaycanda. Görürsünüzmü? Hər bir problemin altından Rusiya çıxır. Qarışdıran, qarşıdurma yaradan, dövlətə xəyanətə sürükləyən Rusiyadır. Ona görə də Abbas Abbasov Moskvaya qaçır. Ramiz Mehdiyev Rusiyaya bağlıdır. Yəni bu günləri araşdırması gedən adamların görür ki, bir əli Rusiyanın cibindən çıxır. İndi bu Gültəkin Hacıbəyli ilə bağlı məsələdə o Boraltanı xatırlatdınız. İsmət İnönü'nün prezidentliyi dövründə, qardaş Türkiyədə 195 Azərbaycanlı, yəni 2-ci Dünya müharibəsi dövrü idi, qaçıb Türkiyəyə sığınmışdı. Azərbaycanlılar. Və bunları Türkiyə götürüb SSR-yə təhvil vermək istəyirdi. O vaxtda da o Azərbaycanlılar demişdi ki, bax biz oradan qaçmışıq, bizi təhvil versəniz, güllələyəcəklər. Əgər bizi təhvil vermək fikrindəsinizsə, verməyin. Elə özünüz burada bizi güllələyin. Amma düşmən əlinə verməyin. Yəni, qardaş ölkəyə qaçmışıq da öz ölkəmizə. Türkiyə bizimdir. Və o vaxt İsmət İnönü CHP hakimiyyəti idi də o vaxtı. Yəni, götürüb bunları təhvil verir SSR-yə. Boraltan körpüsü, bu İğdırdan üzü oyana, yəni bildiyimiz Azərbaycan sərhədidir. Orada olan bir ərazidir, həmin körpüdə və hətta belə danışırlar ki, o Azərbaycanlıları təhvil verirlər Sovet tərəfinə, körpüdən keçən kimi hamısını güllələyirlər. Sorğu sualsız, heç nə soruşmadan. Və bunu təhvil verən Türk zabiti görür o tayda. Qardaş Türkiyədə. O da özünü güllələyir. Kim eyvah mən nə etdim? Niyə bunları dinləmədim? Amma o etməyə bilməzdi. Çünki dövlət deyibsə ki, verməlidir, zabitdir. Və bunun gözü qarşısında bu baş verib, zabit də özünü güllələyib ki, mən bunu. İndi Gültəkin Hacıbəyli iddia edir ki, məni Azərbaycana təhvil versəniz, bu ikinci Boraltan olayı olacaq. Heç dəxli var. Müstəqil Azərbaycan Respublikası istintaq hərəkətləri üçün sənin ifadənə ehtiyac duyur. Bir problemin yoxdursa özün könüllü gəl ifadə ver. Niyə qaçırsan ki? Soğan yeməmsən için niyə göynüyür? Maraqlıdır ki, Ramiz Mehdiyev vaxtilə yerdən yuxarı qaldıranlar, onun haqqında boğazdan yuxarı belə deyək, təriflər söyləyənlər, belə qeyri-adi təsir bağışlayır təbii ki. İndi durub onun tənqid etməyə qalxırlar və zamanında Gültəkin Hacıbəylinin etdiyi çıxışlar var. Yəni biri var tərif etmək, tərif hər kəs edir. Amma biri var ki, dövlət adamıdır, boğazda ilahiləşdirmək, onu belə misli görünməmiş şəkildə təqdim edir. Kənara qoyuram. Yəni Boraltanla sən şəxsi məsələni necə müqayisə edə bilərsən? Azərbaycan bugün işğal altında deyil. Milli dövlətimizi qurmuşuq. Müstəqilik. Heç bir dövlətin üzərimizdə hegemonluğu yoxdur. Azərbaycan bütün qərarlarını müstəqil şəkildə verir. Üstəlik də hüquqi dövlətdə yaşayırıq. Bura hansısa o, nə bilim, İrandakı kimi tutaq ki, klerikal bir rejim deyil. Deyəsən ki, qanunsuz, qaydasız götürüb məni güllələyərlər. Üstəlik də Azərbaycan Respublikasında güllələnmə hökmü də yoxdur. Ölüm hökmü vardı da yoxdur. Ümumi lider Heydər Əliyev. Bəli, Heydər Əliyev gəldi, moratorium qoydu və ondan da sonraki proseslərdə mən xatırlayıram, ləğv etdilər. Bir dəfəlik Azərbaycanda ölüm hökmü yoxdur. Hacıbəyli hadisələri biraz da dramatikləşdirmək istəyir. Məsələ də ondadır ki, yayınmaqdır səncə. Azərbaycan dövlətinə bu cür böhtan atmaq olmaz, bu cür çirkab atmaq olmaz. Sən əgər dövləti sevənsənsə, nədənsə narahatsansa dilə gətir, heç nə demirik. Amma mən şəxsən onun yerinə olsam, heç çağırış gözləmədən şələmi küləmi yığıb gələrəm Azərbaycana. Və üstəlik də bu iki dövlət arasında narazılığa səbəb olacaq şərait yaratmaram. Qardaş, Türkiyə ilə Azərbaycan arasında niyə sən problemə çevrilməlisən ki? Niyə Türkiyə orada o boyda bir proses başlatmalıdır səni ölkədən çıxarmaqla bağlı? Eşitmisən ki, səni istintaqa çağırırlar. Zəng elə de ki, ay filan kəslər, mən gəlirəm. Əgər günahkar deyilsənsə, niyə qaçırsan? Sardı getdi də, gəl, Cəmil Həsənlidir, gedir ifadəsini verir, çıxır gəlir. Kimsə onu döyür, söyür, öldürür. Eləyə qalsa Cəmil Həsənli Milli Şuranın sədridir də, yəni vəzifəcə, belə dırnaq arası da olsa, ondan yüksəkdədir. Kimin onunla nə işi var? Səni də çağıracaqlar istintaqa, ifadəni alıb buraxacaqlar. Hə, bir problemin var,
biz bilmirik. Onu gizlətmək istəyirsən, o başqa məsələ. Amma yenə də canın cəhənnəmə bu Boraltan məsələsi ilə manipulyasiya etmə. Boraltan işğalçı Rusiyanın əməli idi. Azərbaycanlılar işğalçı Rusiyaya SSR adı altında təhvil verilmişdi və onları da Rusiya güllələmişdi. Səni isə heç kim güllələməyəcəksən, gəl müstəqil Azərbaycan dövlətinə sığın, narahat olma. İfadəni ver, günahın yoxdursa səni açıb buraxacaqlar, deyəcəklər səninlə işimiz yoxdur, çox sağ ol, get. Ramiz Mehdiyevi tərifləmisən, nə bilim onun tərəfində olmusan, əleyhində olmusan, bunlar heç nəyi dəyişmir. Azərbaycanda en qədər adam var ki, Ramiz Mehdiyevi vaxtında tərifləyib. Saat parlamentdə oldu elə adamlarla. Deputatlar var, oturublar orada. Dövlət vəzifələrində o qədər adamlar var ki, Ramiz Mehdiyevi haqqında söz demək üçün növbəyə dururdular. Tərifləmək üçün onu. İndi də vəzifədədirlər. Kimsə onları çağırır ki, gəlin ifadə verin. Sözdür də deyiblər vaxtında. Adam vəzifədə olub, bunlar da deyiblər. Sən də o cümlədən, Gültəkin Hacıbəyli. Lamp demisən, özün bilərsən. Amma cinayətin yoxdursa, pis bir əməlin yoxdursa, gəl ifadə ver. Yoxsa nə bilim, Boraltan belə gəldi. Sən kim, Boraltan əhvalatı kim, məsələsi kim? Ümumiyyətlə Azərbaycanı niyə belə bir aşağılıq Rusiya imperiyasının əməli ilə müqayisə edirsən? Rusiya qanlı imperiyadır. İndi də o vaxtda, SSR vaxtında da. Qanlı imperiyanın törətdiyi bir əməli əlində tutmusan ki, mənim də başıma o hadisə gələcəkmiş.